Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün mən sizə bir neçə əsərin təhlilindən danışacağım. Qaytar mənim qüdrətimi Azərbaycan, Şuşa və bir-iki epik əsər var ki, kiçik əsərlər olan təhlili haqqında danışacağım. Deməli, şeirin bir üzərində təhlil edək, sonra ümumi təhlilindən danışaq. Başım beynim Xəlilrza Öztürkün. Başım beynim tüstülənir. Varlığında kədər, təlaş. Gözlərimdə ildırımdır, damla-damla axan qan yaş. Mən yenidən doğulmasam, daşam inan qupquru daş. Deməli, mən yenidən doğulmasam, daşam inan qupquru daş. Taqətim ol, qeyrətim ol, qoy dirçəlim yavaş-yavaş. Yəni mənim taqətim ol, qeyrətim ol, mən dirçəlim də. Sənsən həsrət gözlərimin həm qarası, həm də ağı. Qaytar mənim qüdrətimi, o dər yurdu, ot torpağı. Mən bilirəm, dərdlərini yumruğunda sıxacaqsan. Sən bu dipsiz cəhənnəmdən çıxacaqsan, üzü ağsan. Nurlu dağsan, zülmət dağı devirəcək, yıxacaqsan. Boğazından yapışanı boğmalısan, boğacaqsan. Təbrizləri, ülvüləri sən yenidən doğacaqsan. Öz mətnindən doğacaqsan. İstiqlalı, azadlığı. Qüdrətim ol, ey ümidim, ey qəhrəman, ot torpağı. O dər yurdu, ot torpağı yox ha, ot torpağı. Və fikir verin, 2, 4, 6, 2, 4, 6 və 7 misradan ibarət oldu. Nə bağ ata əfsanədir, nə Nizami, nə bağ ata əfsanədir. Nə Nizami, nə də Babək. Gözlərinə Nəiminin, Nəsiminin şəklini çək. Nizami, Babək, Nəimi, Nəsimi. Həqiqətin dəfn eyləmək istəyənlər gəbərəcək. Bağrı yanmış Qarabağım bir də qalxıb göyərəcək. Göyərəcək, çiçək-çiçək, lalə-lalə, ləçək-ləçək. Gözlərimin çeşməsi ilə suvarıram o növrağı. Növrağımsan, bayrağımsan, o dər yurdu, ot torpağı. Baxın, burada da o dər yurdu idi birinci misrada və eynən də burada da. Deməli, burada da 2, 4, 6 və 7 misrada. Amma birinci isə 6 misra idi. Ballı qaya ərim gəldi. Xaçım Dərbənd, cıdır düzü. Məşan adları, bax, görün. Cıdır düzü. Xəzinəmdir yerin altı, saf aynamdır göyün üzü. O çöllərdə Təbrizimin əl-həniri ayaq izi. Qoy bürüsün Qarabağı, gül sərgisi, gül dənizi, alaq düşmən caynağından sırğavəndi, can yatağı. Yatağım yox, otağım yox, varlığımsan ot torpağı. Deməli, burada da neçədir? 6-dır. Birinci ilə 3-cü 6-dır, 2 ilə birinci ilə 4-cü 6-dır, 2 ilə 3-cü isə 7 misradan ibarət oldu. Qudurğanlar dinc durmasa, daşqın tufan olasıyam. Yırtıcılar dünyasını burulğana salasıyam. Nakam gedən mərdlərimin qisasını alasıyam. Ölsəm belə bu aləmə mən yenidən gələsiyam. Anaların gözlərindən qanlı yaşı siləsiyam. İnan mənə, əbədisən, ey bəşərin haqq bayrağı. Batan, çıxan günəşimsən, o dər yurdu, ot torpağı. Fikir verin, o dər yurdu birincidə var, ikincidə yoxdur. Üçüncüdə var, dördüncüdə yoxdur. Beşincidə var, altıncıda yoxdur. Yeddincidə var, o dər yurdu. 8-də də var, 9-da da var. Yəni, bunları yadda saxlayın. Sonra, ürəklərdən alov qalxır, can daşaltı, can xocalı. Pulemyotlar, toplar coşdu, sovrul göyə, yan xocalı. Dağın, daşın, başdan başa, qan dənizi, qan xocalı. O dəhşəti, o vəhşəti min illərlə an xocalı. Şəlalələr qana döndü, qan yaş gördüm hər bulağı. Boynu bükük bənövşəni kimlər qurdu? Ot torpağı. Qaranlıqda oğru kimi, misralarda da uşaqlar fərqlərə baxın ha. Bax, burada da 7-dir, yəni bütün misralar 7-dir və yaxud 6-dır, bunlar səhvdir. Qaranlıqda oğru kimi yurda necə girdi onlar? Ulduzları güllələyib göydən yerə sərdi onlar. Beşiklərdə tər qönçəni ilk nübarı dərdi onlar. Çocuklara əmzik deyil, od lüləsi verdi onlar. İsti külə döndərdilər, bar üstündə min budağı. Unutmazsan o alçağı, o dər yurdu, ot torpağı. Yadda saxla qoca tarix. Mən türk oğlu türkəm. Əhrimənlər qarşısında sammo çəkəm, boyun bükəm. Bircə kişi qalsa belə güman etmə, yalqız təkəm. Mən dünənəm, mən bugünəm, gələcəyəm, yerəm, göyəm. Həzrət Əli qılıncıyam, oddan gərək bir qın geyəm. Kəsib keçəm xəyanəti, cinayəti, alçaqlığı. Eşqim, hüsnüm, cəlalımsan, o dər yurdu, ot torpağı. Əhrimənlər yuvasını darmadağın edəcəksən.
Qalxıb sabah aya, Marsa, ulduzlara getəcəksən. 6 milyard insanlığam, qarı düşmən, sənsə təksən. Zəhər saçan bir əfisən, tor qıran bir hörümçəksən. Təpiyimin altında gəbərəcək, öləcəksən. Təbərrikim, tutiyam bil, Qaradağı, Qarabağı, yüksəl günəş mövqeyinə, Oğdər yurdu, ot torpağı. Lirikdir, tərənnümdür, bənddir, şeir şəkli, bəzi bəndlər 6-lıq, bəzi bəndlər 7-likdir, vəzni hecadır, hecaların sayı 16-dır, bölgü 4-4-4 şəklindədir. 6 misralı bəndlərində qafiyə quruluşu 4A, 2B, 7 misra CCC və yaxud B, 7 misralıda isə 5D, 2B görürük. Azərbaycanın tarixi keçmişi, Qarabağ mövzusu, Qarabağ uğrunda şəhid olanların qisası almağa çağırış. Bütün bəndlərdə Oğdər yurdu, ot torpağı deyə Azərbaycana, yəni bütün bəndlərdə gördünüzdə bəzilərində Oğdər yurdu var, amma ot torpağı isə orada, baxın, fikir verin hamısında. Oğdər, ot torpağı, ot torpağı, ot torpağı, sonra ot torpağı, günəşimsən, ot varlığımsan, ot torpağı, hamısında ot torpağına müraciət var. Ondan sonra təlaşlıdır və kədərlidir, yeni doğulmaq istəyir, yenidən doğu bilir. Azərbaycan dərdlərinin yumruğunda sıxacaq, cəhənnəmdən çıxacaq, boğazından yapışanı boğacaq, yeni igidlər dünyaya gətirəcək. Qarabağ bir də qalxıb göyərir. Çünki Nizami, Babək, Bağata əfsanə deyil. Əgər qudurğanlar dinc durmasa, o daşqın tufan olacaq, şəhidlərin qisasını alacaq. Şeirdə Qarabağ, Ballıqaya, Əringəldi, Xaçın, Dərbənd, Cıdır düzü, Sırxavəndi, Can yatağı, Daşaltı var. Şeirdə Xocalı, ona ayrıca bənd var, 2 bənd. Can Daşaltı, Can Xocalı deyə alınır. Ermənilərin yurda girməsi, Xocalını yandırması, qana qərq edilməsi qəzəblə səslənilir və cinayətin 1000 illər unudulmaması tapşırılır. Nümunədə igidlər öz oğlu Təbriz, Ülvü, Daşqın, Tufan adlar var. Türklərin şanlı tarixindən, igidliyindən bəhs edir və Xocalının şəhidlərin qisasını almağa da çağırış var. Nümunədə isə bir çox bədii təsvir və ifadə vasitələrinin istifadəsini görə bilərik. Və növbəti gəlir Şuşa şeiri. Deməli, Daşaltı çayına yol vermək üçün dağ öz ətəyini yığıb altına. Elə bir bu yeri yaratdığı gün düşübdür Allahın xoş saatına. Hər daş öz rəngi ilə dünyaya baxır. Hər qaya elə bir qərinədir. Çay da əsrlərin dibindən axır. Hər dağa daşa dönmüş zamandır. Nədir? Qıy səsi özünü atır qayadan. Başqa qayalara dəyir qayıdır. Dərə ümman olur gələndə duman. Bulunlar üstündə boz qağayıdır. Sanki duman üstə dayanmışam mən. Nağıl dünyasıdır bura elə bil. Günəş simruq kimi qalxır dərədən. Qulaq az, daşlar da dil açıbdır. Dil. Dağ düyüb, alnını dərd var kimi. Dərdi var kimi. Deyirsən nədənsə söz salacaqdır. Qayalar sehirli qapılar kimi. Deyirsən üzünə açılacaqdır. Qayalar sehirli qapılar kimi. Deyirsən üzünə açılacaqdır. Burada cəm olubdur, əzəmət vüqar, duman çəkiləndə hər səhər, dumandan tökülüb qalır qayalar, dumandan səpilir çölə çiçəklər. Vallah göz sevinir, baxırsan hara, öz yaşıl səsi ilə çağırır çəmən. Şuşa, ucalmısan boz buludlara, vətən torpağının heykəlisən sən. Heca vəzindədir, tərənnümdür, dörtlük şəklindədir. 11 hecalıdır, 6-5 bölgüsüdür. Çarpaz qafiyə AB, CD-dir. Təbiət təsviri var, peyzaj lirikasıdır. Obrazlılıq mükəmməldir, məcazilik də uğurlu alınıb. Şuşanın gözəlliyindən, əzəmətindən, dağ ətəyini altını yığıb Daşaltı çayına yol verə bilsin. Daşlar dünyaya öz rəngi ilə baxır, qayalar qərinə kimidir. Qıy səsi qayadan atılır, başqa qayalara dəyib qayıdır. Duman gələndə dərə sanki ümman buludlar qağayıdır. Lirik qəhrəman duman üstə dayandığını, nağıl dünyasında olduğunu zənn edir. Günəş simruq quşuna bənzəyir. Dağ dərdli adamlar kimi alnını düyüb. Qayalar sehirli qapılara bənzəyir. Çəmənlər də yaşıl səslə çağırır və son bəndə Şuşaya müraciət var. Müəllif Şuşanı vətən torpağının nəyə adlandırır? Heykəli adlandırır. Növbəti isə İntiqam əsərinin təhlilindən danışacağım. Deməli, dəqiqə. Bu olmalıdır, səhv etmirəmsə, bəli. Aha, deməli, İntiqam əsərində biz nəyi görürük? Əsər bütün gecəni səslənən top səslərinin səhərə yaxın kəsməsinin təsviri ilə başlanır. Tam sükut çökür. Bu səssizlik Xəzəngül üçün daha dəhşətli idi. Deməli, bizə buradan obraz kim olur? Xəzəngül. O düşünür, hamı qaçıbmı? Yəni, bir adamın yanına düşmədimmi? Ola bilməz deyib. Ən azından Xeyransa ilə ərinin onun yeriyə bilməməsindən xəbər olduğunu yada salır.
yadına salır. Onu da düşünür ki, bəlkə ermənilər başlarının üstünü birdən alıb, hərə bir tərəfə qaçıb, qonşuları qınamır. Pəncərədən baxmaq istəyir, tərpənə bilmir. Səhərə qədər nə özü, nə də körpəsi yatmışdır. 3 gün əvvəl həyətlərinə top düşüb partlamış, Xəzəngülün ayağından yaralanmışdı. Baldırının əti qopub, sallana qalmış, yerinə yapışdırmış, bərk sarılmışdı. Lakin çox ağrıyırdı. Birdən səs eşidildi. Xəzəngül anladı ki, ermənilər kəndə daxil olublar. Qorxudan körpəsini sinəsinə sıxır. Qapı təpiklə açılır. İçəri 2 yekəbər erməni daxil olur. Avtomatı Xəzəngülü tərəfə tuşlayırlar. Cavan erməninin belində xəncər var. Sarkis dayı, bunu bizə qənimət qoyub gediblər. Demək, həmin o cavan erməninin dilindəndir deyə cavan erməni olur. O yorğanı Xəzəngül üstündən çəkəndə yaralı olduğunu görə istəsə də demək buna görə qaçmamısan. Sonra otağı axtarmağa başladı. Yaşlı erməni Sarkis yoldaşına deyir, sən bunların dilini bilirsən. Levon, de ki, qızılların yerini desin. Cavan erməni Levon Azərbaycan dilini bilirdi. Deməli, cavan erməni bilir. Qızılları harda gizlətmisən deyə soruşanda Xəzəngül bizim qızılımız yoxdur cavabını verir. Müsəlman olar qızıl olmayan sözlərini Levon deyir. Evi axtarmağa başlayırlar. Səsə körpə ayılıb ağlayır. Anası sakitləşdirə bilmir. Uşağın səsini kəs, yoxsa gəlib güllə ilə susdurarım deyən də Levon olur. Yanıq iyi gəlir. Xəzəngül qonşu Səfərkinin 2 mərtəbəli evinin yandığını anlayır. Körpəsi ilə özünün də ev qarşı yandıracağını düşünür. Quldurlar yenidən otağı axtarmağa başlayıb, köhnə palazın altındakı oturacağı görürlər. Bu sandıq idi. Əri Cəhangir Gədəbəyə vuruşmağa getməzdən əvvəl ondan oturacaq kimi istifadə edirdi. Bunu tapan Sarkis olur. Kim tapır? Sarkis qoca. O Levonu çağırır. Sandıqda çoxlu paltar var. Yaşlı erməni paltarı kisəsinə doldurur. Cavan erməni qızılların yerini öyrənmək üçün Xəzəngülü məcbur etmək istəyir. Körpəni götürüb ayağının altına atır. Xəzəngülün fəryadına Sarkis içəri girib nə olduğunu soruşur. Levon onun dilini açacağam deyir. Levon yenə də israrla qızılların yerini soruşur. Ağlamaqdan körpənin rəngi gömgöy idi. Levon bıçağını Xəzəngülə verir və körpəni öz əlinlə öldür deyir. Xəzəngül dəhşətə gəlib ermənin üzünə tüpürür. Lakin erməni tövrünü pozmadan üzünü silir və götür bıçağı deyir. Xəzəngül bıçağı götürür. Körpəni mənə ver, mən əyilə bilmirəm deyir. Erməni uşağı götürmək üçün əyilir. Onun kürəyi Xəzəngülün qarşısında elə böyüyür ki, sanki meydandır. Deməli, meydan kimi başqa hansı əsərdə belə deyək də biz rast gələ bilərik. Aha. Sonra Xəzəngül bütün gücünü toplayıb bıçağı erməninin kürəyinə sancır. Erməni heyvan kimi bağırıb yıxılır. Səsə yaşlı erməni yürək içəri girir. Dostunu bu vəziyyətdə görəndə çölə qaçır. Xəzəngül özündə deyildi. Heç körpəsinin səsi onu təsir eləmirdi. Ancaq onu hiss etdi ki, əlində avtomat içəri girən qoca erməni onu nişan alıb atəş açır. Həmin erməni daha sonra qaçıb Levonun kürəyindən bıçağı çıxarır. Çağırır, amma Levondan səs gəlmir. Sonra ikinci güllə səsi gəlir, amma Xəzəngül bu səsi eşitmir. Yəni artıq ehtimal olunur ki, onun evladını öldürür də. Deməli, epik növdədir, nəsrləndi, hekayə janrındadır. Hadisənin ifadə təhkiyə və təsvirdir. Mövzusu Qarabağ hadisələrindən götürülüb. Kökü dərin olsa da hekayədə bəhs edilən hadisə bir gündə baş verir. Əsərin qəhrəmanı Xəzəngül adlı gənc anadır. Xəzəngül ədəbiyyatımızda yaradılan çoxsaylı ana obrazlarından biridir. O ermənilərlə sərhəd kənddə yaşayan gənc anadır. Hadisə baş verən gündən 3 gün əvvəl həyətlərinə düşən top mərmisinə ayağı yaralanıb, baldırının əti qopub sallanıb. Onlar hamısını gördük orada. O ermənini öldürməyi əvvəlcədən planlaşdırmayıb, belə bir şey yoxdur. Xəzəngülün qəfil ağlına gəlir və bıçağı var gücü ilə erməninin kürəyinə sancır. Planlaşdırılmamış qisasında Əhmədcavanın səsli qız, o intiqam məsələsini analogiya yaratmaq olar. Onun ölümü ilə müəllif tərəfindən ustalıq təsvir olunub. Xəzəngül huşu yox idi, amma ölümdən əvvəlki hadisələri görürdü. Erməni əvvəl içəri girir, sonra çölə qaç avtomatı gətirir, Xəzəngülə tərəf güllə atır, daha sonra gəlib Levon kürəyinə bıçağı çıxar, onu çağırır, Levondan səs gəlmir. Son güllə körpəyə tərəf atılır, lakin Xəzəngül eşitmir. Demək, Xəzəngül körpəsinin ölümünü bilmir. Bütün fərdi xüsusiyyətlərlə Xəzəngül fərqli obrazdır. Biz onu Burla Xatunla müqayisə edə bilərik. Orada kafirlər Burla Xatuna oğlunun ətindən yedirmək istəyirsə, burada ermənilər körpəni öldürməyə məcbur edir. Əsərdə düşmən obrazlar ümumiləşdirilmiş olub. Gənc oğlan Levon və qoca Sarkisdir. Hər ikisi qansız, əsl erməni xislətli adamlardır. Azərbaycan dilini bilən Levondur. Xəzəngülün əri haqqında görür ki, Cahangirdir adı, vuruşmaq üçün Gədəbəyə gedib. Əsər Xəzəngülün cismən ölümü, lakin mənən qələbəsi ilə bitir. İdeyası isə qisas yerdə qalmayacaq. Bizim kimsənin torpağında gözümüz yoxdur. Lakin torpağımıza göz dikənin kürəyi elə öz bıçağı ilə qanına boyanacaq və s. Bundan sonra əslində qanlı bənövşə olmalıdır. Dəqiqə.
Bəlkə bundan sonra ver bunu. O qaldı artıq digərinin içində. Deməli, mən sizə Azərbaycan dünya mənimlə danışdım, intiqamdan danışdım və bir də Şuşa şeirini danışdım. Bu qədər uşaqlar. Sağ olun. İnşallah növbəti dərs görüşmək ümidi ilə.